Gəncədə 2002-ci il təvəllüdlü, 2001-ci il təvəllüdlü və 2004-cü il təvəllüdlü şəxslər zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Hadisə şəhər ərazisində qeydə alınıb. İlkin məlumata görə onların suşidən zəhərləndiyi ehtimal olunur. Ötən gün Marnoyli Bələdiyyəsinin Sadaqlı kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib. İki avtomobilin toqquşması nəticəsində 23 yaşlı Nəbi Daşdəmirov həyatını itirib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır. Qax rayonunda evdə iynə vurulandan sonra şoka düşərək ölən qadının fotosu yayılıb. Qeyd edək ki, 1963-cü il təvəllüdlü Şəfəq Mürsəl qızı Şabanova Qax rayonu Tasmalı kənd məktəbinin müəllimi olub. AFFA-nın keçmiş baş katibi, futbol veteranı Çingiz İsmailov vəfat edib. Bu barədə yaxınları sosial şəbəkədə məlumat paylaşıb. Qeyd edək ki, Çingiz İsmailov aprelin 12-si 90 yaşını qeyd edəcəkdir. Xatırladaq ki, veteran futbolçu 1955-1962-ci illərdə Neftçinin şərəfini qoruyub.